Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallahu vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve Terhib kitabından Taharet kitabı ve 5. fesil Et-Terhibu min duhulil ricalil hammame bi gayri uzrin. Yani kişilerin izarsız, yani göbekten aşağı, göbek ve diz arası izarla, herhangi bir parçayla veya paltarla bağlı olmadan ümumi hamamlara dahil olmasından çekindirmek, korkutmak. وَمِنْ دُخُولِ النِّسَاءِ بِعُذُرٍ وَغَيْرِهَا اِلَّا نُفَسَاءَ اَوْ مَرِضًا. Ve kadınların da ister izarlı ister izarsız olsun, ümumiyetle umumi hamamlara dahil olmasından çekindirmek, korkutmak. Ve burada müellif başlıkta deyir ki, yalnız nifas veyahut da xəstə qadınlar istisnadır. Lakin bu barədə gələn, varid olan hədislərin zəif olduğuna göre bu hüküm ümumidir. Ve biz de bu kitabı yani başlayarken ancak sahih hadislerin okunması məqsədimiz var. Ve zayıf hadisler ise müellif bu kitabda qeyd eləməyib, yani kitabı təhqiq edən Muhammed Nasruddin Albani rahimehullah, yani zayıf hadisler ayrıca yığıb ve bizim okuduğumuz hadisler ancak sahihlerdir. Ve kadınların da yani ümumi hamamlara girmesi, qadağan hadisleri daha sahihdir. Ve nifas veyahut da xəstə qadınların girmesinin icazə olması ise hadisler zayıf olduğu için biz onları okumuruq. Ve sonra müellif bu barədə gələn qadağan edici hadisləri zikr edir. Cabir ibn Abdullah deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuştur. Men kana yu'minu billahi vel yevmil ahiri fela yedhulul hammame illa bimi'zerin. Her kim Allah'a ve kıyamet gününe iman edirse hamama izarsız dahil olmasın. Yani ümumi hamam. O hamam ki ümumi kişiler, çimiller izarsız dahil olmasın. وَمَنْ كَانَ يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ فَلَا يُدْخِلْ حَلِيلَتَهُ الْحَمَّامِ. Ve her kim Allah'a ve kıyamet gününe inanırsa hayat yoldaşını, zövcesini hamama dahil etmesin. Yani ümumi hamama. Burada bazen səhv başa düşülə bilər. Hamam deyəndə ümumi insanların gedib çimdikləri hamam qəsd olunur. Ayşə radiyallahu anhə deyir ki, eşittim Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. El-hammamu haramun ala nisai ümmeti. Hamam, yani ümumi insanların gedib çimdikləri hamam, ümmetimin qadınlarına haramdır. Ebu Eyyub el-Ansari deyir ki, Allah elçisi sallallahu aleyhi ve sellem belə buyurmuştur. Men kana yu'minu billahi vel yevmil ahiri felyukrim carahu. Kim Allah'a ve kıyamet gününe inanırsa, iman edirsə, komşusuna ikram etsin, hürmet etsin. وَمَنْ كَانَ يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ فَلَا يَدْخُلِ الْحَمَّامِ İlla bimi'zerin. Kim Allah'a ve kıyamet gününe inanırsa, iman edirsə, izarsız hamama dahil olmasın. Yani ümumi hamama, insanların çimdikleri ümumi hamama izarsız, yani göbek ve diz arası bağlı olmadan dahil olmasın. وَمَنْ كَانَ يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيَقُلْ خَيْرًا اَوْ لِيَصْمُتْ. Ve kim Allah'a ve kıyamet gününe inanırsa ya hayır söylesin ya da sussun. وَمَنْ كَانَ يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ مِنْ نِسَائِكُمْ فَلَا يَدْخُلِ الْحَمَّامِ. Ve kadınlarınızdan, sizin kadınlarınızdan kim Allah'a ve kıyamet gününe inanırsa
hamama daxil olmasın. Yəni ümumi qadınların gedib çimdiyi hamamlara daxil olmasın. Qalə fənəmeytu bidəlikə ilə Umar ibn Abdüləziz radiyallahu anhu fi xilafəti. Və sonra Əbu Əyyub deyir ki, mən Umar ibn Abdüləzizin xəlifəliyi dövründə yəni bu hədisi çatdırdım və dedim ki, fəkeyfə ilə Əbu Bəkr ibn Muhammed ibn Amr ibn Hazm ənsəl Muhammed ibn Thabitin an hadisi. Dedim ki, soruş Muhammed ibn Sabit'ten onun hədisi haqqında və o da soruşdu. Sonra Ömer İbn Abdülaziz'e yazdı o hədisi və Ömer İbn Abdülaziz yəni xəlifə, hansı ki rəşli xəlifələrdən hesab olunur. Sanki 5 xəlifədən birisidir. Adilliyi, təqvası, ədalətli olmağına görə. Və Ömer İbn Abdülaziz də qadınlara ümumi hamamlara getməyi qadağan etdi. Yəni bu hədisi eşidəndən sonra Allah Resulü sallallahu aleyhi ve sellemin qadağanını eşitdikdən sonra qadınlara ümumi hamamlara getməyi qadağan etdi. Və Qasil Əcnəd Qustuntoniyədə, yəni indiki İstanbulda danışır və deyir ki, Ömer ibn Xattab radiyallahu anhu belə demişdir. Ey insanlar, həqiqətən mən Allah elçisi sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Mən kənə yu'minu billahi vəl yevmil axir. Kim Allaha və qiyamət gününə inanırsa, fələ yəq'udanna alə maidətin yudaru aleyhəl xamru. İçki dövr edən, yəni içki fırlanan, sərxoş edici içki fırlanan süfrədə oturmasın. وَمَنْ كَانَ يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ فَلَا يَدْخُلِ الْحَمَّامَ إِلَّا بِإِزَارٍ. Eğer kim Allah'a ve kıyamet gününe inanırsa, izarsız hamama dahil olmasın. Yani ümumi insanların çimdikleri hamama izarsız, yani göbek ve diz arası bağlanmadan dahil olmasın. وَمَنْ كَانَ يُؤْمِنُ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ فَلَا يُدْخِلْ حَلِيلَتَهُ الْحَمَّامَ. Ve kim de Allah'a ve kıyamet gününe inanırsa, hayat yoldaşını yani zövcesini hamama dahil etmesin. Ummu Darda radiyallahu anha deyir ki, xaraçtu minel hammam. Deyir, mən hammamdan çıxdım. Fəlaqiyəni ən-nəbiyyü sallallahu aleyhi və səlləm fəqal. Ve Allah elçisi sallallahu aleyhi ve sellem benimle karşılaştı ve dedi ki, min eyne ya Ummed Darda, ey Ummed Darda, haradan gelirsen? Dedim ki, hamamdan. Dedi ki, vallezi nefsi biyedihi, nefsim elinde olan Allah'a and olsun ki, مَا مِنْ اِمْرَأَةٍ تَنْزِعُ ثِيَابَهَا فِي غَيْرِ بَيْتِ أَحَدٍ مِنْ اُمَّهَاتِهَا. Herhangi bir kadın analarından hiçbirinin, yani analarından olmayanların, öz analarından geyrilerinin evinde paltarını soyunarsa, illa vahiye hatikatun kulle sitrin beyneha ve beynel rahmani azze ve celle. O kadın özü ile Rahman olan Allah'ın arasında perdeni, örtüyü yırtmıştır. Ebil Melih el-Hudeli radıyallahu anhu deyir ki, aski tabiindir. Enne nisa min ehli Himsa av min ehli Şam. Hims ehlinden veyahut da Şam ehlinden kadınlar dehalne ala Ayşe radıyallahu anha fekalet. Ayşe radıyallahu anh'ın yanına dahil oldular bu kadınlar.
Ve Ayşe radıyallahu anha onlara dedi ki entunnellati yedhulne nisaukunnel hammamat. Siz o kadınlarsınız hansı ki sizin kadınlarınız hamamlara daxil olur. Yəni Ayşe radıyallahu anh eşidib ki Hims tərəfdə və yaxud da Şam tərəfdə adətdə belədir ki, qadınlar ümumi hamamda çimirlər. Və soruşur, deyir ki, siz o kəslər ki, sizin qadınlar ümumi hamamlara daxil olur. Və sonra deyir ki, mən eşitdim, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurur, mə min imraətin tada'u thiyabəhə fi qeyri beyti zəvcihə. Hansı qadın ərinin evindən başqa yerdə paltarını soyunarsa, İllə hətəkəti sitra beynəhə və beynə Rabbihə, Rəbbi ilə özü arasında pərdəni örtüyü yırtmış olar. Dərrac Əbu-Səmh, o da Səibdən deyir ki, bəzi qadınlar Ummu Sələmə radiyallahu anhənin, möminlərin anası, Allah elçisi sallallahu aleyhi ve sellem həyat yoldaşı, Ummu Sələmənin yanına daxil oldular. Və Ummu Sələmə onlardan soruşdu, dedi ki, siz kimsiniz? Qadınlar dedi ki, biz Hims əhliyik, biz Hims əhlindənik. Ummu Sələmə dedi ki, min əshabil hammamət, yəni hamamlar sahiblərindənsiniz, yəni hamamlara gedən qadınlardansınız. Və dedilər ki, və bihə bə'sun, bunda bir günah mı var? Pislik mi var? Ummu Sələmə dedi ki, eşitdim Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. Əyyümə imra'atin nəzəət thiyabəhə fi qeyri beytihə. Hər hansı qadın öz evindən qeyri yerdə paltarını çıxararsa, xaraqallahu anhə sitrahu, Allah Teala ondan pərdəni örtüyü yırtar. İbn Abbas radıyallahu anhə deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Mən kânə yu'minu billahi vel yevmil ahiri fəlā yədxulil hammâme illə bimizərin. Kim Allah'a və qiyamət gününə inanırsa, izarsız hamama daxil olmasın. Yəni göbək və diz arası bağlamadan. İzar o dövrdə parça idi, əski idi, hansı ki, onunla yəni göbəkdən aşağı göbək və diz arası bağlayırdılar. Və Allah elçisi sallallahu aleyhi ve sellem kişilərə qadağan edir ümumi hamamlara, hansı ki, ümumi kişilərin çimdiyi hamama izarsız girməyi qadağan edir. Və sonra buyurur ki, mən kənə yu'minu billahi vəl yevmil ahiri fələ yudxil halilətəhul hammamə. Kim Allaha və qiyamət gününə inanırsa, həyat yoldaşını, zövcəsini hamama daxil etməsin. Yəni, ümumi qadınların çimlikləri hamama daxil etməsin. Mən kənə yu'minu billahi vəl yevmil ahiri fələ yeşrabil xamra. Kim Allaha və qiyamət gününə inanırsa, sərxoş edici içki, şərab içməsin. Mən kənə yu'minu billahi vəl yevmil ahiri fələ yeclis alə maidətin yuşrabu aleyhəl xamru. Kim Allaha və qiyamət gününə inanırsa, şərab, sərxoş edici içki içilən süfrədə oturmasın. Mən kənə yu'minu billahi vəl yevmil ahiri fələ yəxluvannə bimra'ətin leysə beynəhu və beynəhə məhramun. Kim Allaha və qiyamət gününə inanırsa, məhrəmi olmayan qadınla təkbətək qalmasın. Və bu hədislər bildirir ki, yəni kişilərin ümumi hamam və yaxud da ümumi çimərlik yerlərinə göbək və diz arası bağlanmadan daxil olması qadağandır. Qadınlarda isə ümumiyyətlə ümumi hamamlara gedərək, paltarını soyunaraq çimmələri haramdır, qadağandır. Və sonra müəllif
6. fəsli zikr edir. Ət-tərhibu min təxiril ğusli qeyri udrin. Yəni, üzür olmadan, üzürsüz yerə qüslü gecikdirməyin qadağan edilməsi, çəkindirmək, qorxutmaq. Ammar ibn Yasir deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Thəlâthetun la təqrabuhumul mələikətu. 3 şəxs var ki, onlara mələklər yaxın durmur. Cifətul kafiri, kafirin leşi, kafirin cəsədi, leşi. Vel mutadammihu bil haluqi, haluk ətrinə bulaşmış insan. Yəni, haluk ətri isə yəni səfərandan və yaxud da başqa bir şeydən düzəldilən ətir idi. Qırmızı və yaxud da sarı rəng əsasən üstünlük təşkil edirdi. Və bu haqda da bəzi hədislərin icazəli olduğunu bildirib və bəzi hədislər isə qadağan olduğunu bildirmişdir. İbn-i Əthir deyir ki, qadağan edici hədislər nəsx edəndir. Yəni, qadağan edən hədislər zahir odur ki, icazə verən hədisləri nəsx etmişdir. Və bu ətir də qadağan edilmişdir, çünki bu ətir qadınların ətri idi. Yəni, əsasən ən çox bu ətirləri istifadə edən qadınlar idi. Hansı ki, qırmızı və yaxud da sarı rəng olan ətirlər idi. Və hətta hədislərdə də gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem səhabəni görür, yəni Cabir ibn Abdullahı görür, üzərində sarı ləkə olur, ətrin izi. Və soruşur ki, evlənibsənmi? Yəni, qadın ətrinin ləkəsi olduğuna görə. Və bu hədisdə də Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, bu ətirlə, yəni xaluq ətri ilə bulaşan şəxsə mələklər yaxın durmur. Üçüncüsü isə vəl-cunubu illə ən yətəvəddaə. Və bir də üçüncüsü, cunublu insana mələklər yaxın durmur, nəhayət dəstəmaz alana qədər. Yəni, insan cunubludursa, qüsül almayıbsa və yaxud da dəstəmaz almayıbsa, mələklər ona yaxın durmur. Və burada o mələklər qəsd olunur, hansı ki, Hafiz İbn Həcər deyir ki, burada o mələklərdir, hansı ki, onlar rəhmət və bərəkət nazil edən mələklərdir. Yəni, yazan, əməlləri yazan mələklər qəsd olunmur. Çünki əməlləri yazan mələklər heç bir halda insanlardan ayrılamır, insanlardan ayrı düşmür. Və burada da qüsül deyəndə hər kim cənabətdən sonra qüslü üzürsüz yerə gecikdirərsə, ondan mələklər uzaq olur. Əgər qüsl almağa imkan yoxdursa, onda insan dəstəmaz almalıdır. Dəstəmaz da almırsa, imkan ola mələklər ona yaxın durmur. Və başqa hədisdə İbn Abbas deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Thəlâthetun la təqrabuhumul mələikətu. 3 şəxs var ki, mələklər onlara yaxın durmur. Əl-cunub, cunublu insan, və-səkranu, sərxoş insan, vəl-mutadammihu bil-xaluq, və bir də xaluq ətri ilə bulaşan insan, hansı ki, yəni, rəngi olan, qadınlara xas olan ətri idi əvvəllər. Hansı ki, qadınların ətri rəngi olurdu və ləkəsi olurdu, amma iyi qoxusu olmurdu. Amma kişilərin ətri isə rəngi olmurdu, iyi qoxusu isə olurdu. Allah Teala'dan istəyirəm ki, Allah Teala bizim elmimizi artırsın, bizə faydalı, mənfəətli elm versin və Allah Teala bizi öz dilində sabit etsin və milləti, xalqı ən doğru olana hidayət eləsin. Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.